İkinci salamlayıram hər birinizi dostlar. Bir daha xoşdur sizləri burada görmək. Natiflərin fikirlərindən sonra bizim insan biraz duyğulandım. Çox belə geçmişə qayıtdı, çox belə dəyərli sözlər dedi. Natiflərin biz bu ölkənin evladlarıyıq. Yəni bizə olunan tənqidləri, bizə olan narazıları bir evlad kimi biz qəbul edirik. Bizim heç kimdən inciməyə, heç kimdən küsməyə haqqımız yoxdur. Biz əgər bu döyüşə, bu savaşa girmişiksə, buradan qaçmağa da fikrimiz yoxdur. Məğlub olacaq, sabah. Bəlkə sizin düşünmədiyiniz nəticələr ola biləcək, amma əgər biz bu işə əl qoymuşuqsa, biz buradan qaçmaq üçün gəlməmişik. Və biz məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Bu bizim prinsiplərimizdir. Qaldı ki, digər məsələlərə səs verən hər birinə təşəkkür edirəm. Çox sağ olun. Və həqiqətən bu il çox uğurlu bir il oldu. Ümumiyyətlə Azərbaycan futbolu üçün. Və qeyd elədiyiniz kimi, Sənan da əvvəldən qeyd elədi ki, ilk məqsədimiz elə qrupa düşmək idi, Çempionlar Liqası qrupuna düşmək. Neçə illər idi, buna sanki bir adım qalırdı, sonunda məğlub olurduq. Şükürlər olsun Allaha, bu il bunu Allahın köməyi ilə bacardıq və istər-istəməz qrupa baxanda, rəqiblərimiz baxanda fikirləşirdik ki, bir xal, iki xal və üç xal olsa, bəlkə də hamının da düşüncəsi o idi ki, heç olmasa bir qalibiyyət olsun ki, o ilk qalibiyyətimiz olsun Çempionlar Liqasında və Allahın köməyindən 2 qalibiyyətimiz oldu və 7 xalımız oldu və özdə çox böyük klublara qarşı mən belə həmişə bildirmişəm fikirlərimdə, belə rəqiblərin Azərbaycana gəlməsinə mən ümumiyyətcə sevinirəm ki, sizlər, azarkeşlərimiz, ümumiyyətcə xalqımız o böyük futbolun nə olduğunu görür, canlı olaraq izləyirsiniz və ona, o böyük futbola siz də hazırlaşırsınız. Yəni, tək belə deyək, bir neçə saat qalmış yox, oyundan digər oyuna kimi gözləyirsiniz ki, bu oyun nə vaxt olacaq, bu rəqib nə vaxt gələcək Bakıya, sanki oyunlara hazırlıq gəlir. Və əlbəttə ki, bundan bizim xalqımız, sizlər, hər biriniz daha artığına layiqsiniz. Və əlbəttə ki, belə oyunlar gələndə, belə oyunlar olanda mütləq qalibiyyət gözləyirsən. Və digər tərəfdən, mən həmişə futbolçulara bildirirəm ki, son vaxtlar yəqin siz də görürsünüz, biraz riskli futbol oynuyoruz. Yəni, bugün futbol ümumiyyətcə riskin üzərində qurulur. Futbol azarkeşlər üçündür. Hansı ki, mən elə axırıncı oyunda, 4-2 məğlub olduğumuz oyunda komandamın fiziki göstəriciləri, hansı ki, sürət baxımından ən yuxarı olan oyunlardan, bəlkə də birincisi biraz hansısa oyuna baxmamışdım, yan-yana qoymamışdım. Hər bir futbolçu ayrı-ayrı götürəndə, hansı ki, maksimal sürətdə nə qədər hərəkət eləmişdilər, yəni ən yaxşılarından idi. Yəni, bunu mən həmişə həm özüm, məşqçilər, həmişə yığışdırıb bildiririk, özümüz düşünürük ki, biz o futbola ki, biz 90 dəqiqə dözə bilərik mi? Yəni, bugün biz əgər 60 dəqiqə, 45 dəqiqə, 70 dəqiqə dözə biliriksə, deməli, biz sabah qarşında məqsəd olaraq ki, biz nədir ona çatmalıyıq. Bəzən bizdən asılı olmayan nüanslar var, hansı ki, sizlər də bildirmişsiniz. Mən həmişə bu söz deməyə düzün desəm, həm xoşlamıram, həm utanıram ki, söhbət sonunda gəl bizim öz milli çempionatımıza gəlir ki, bu çempionatda biz 90 dəqiqə bu tempi görmürük, 90 dəqiqə bu mübarizəni görmürük. Oradakı sürət tam başqadır, orada əlavə güc sərf eləyərək o sürətə qalxırsan, sürəti əldə edirsən. Amma burada ola bilər ki, çempionatımızda bəlkə də biraz düzgün çıxmır, güc sərf eləməyərək o sürətə qalxırsan. Fərqli şeylərdir, hansı ki, futbolun belə deyək də, kənardan görünməyən tərəfləridir. Amma biz bunun üzərində çox çalışırıq, çox işləyirik ki, o rəqiblərə ən azından biz belə çox aciz məğlub olmayaq. Ən azından biz baxaq görək ki, biz 60 dəqiqə, 70 dəqiqə biz onlarla eyni səviyyədə ən azından oynaya bilirik, eyni səviyyədə onlarla mübarizə apara bilirik. Bəli, sonunda biraz o ustalıq istərsiniz də sözünüz deyir və yaxud o fiziki daha qabarit futbolçular görsən o öz sözünün sonunda deyir. Ona baxmayaraq biz
bir şey udmuşuq. Yəni son vaxtlar, son illər, turnirlərdə bu Qarabağ komanda olaraq, kollektiv olaraq, rəhbərlik olaraq ki, biz cəsarətimizi daha da artırmışıq. Yəni istənilən rəqibə qarşı biz çəkinmədən oynamağı öz qarşımıza məqsəd qoymuşuq. Çox vacib, ümumiyyətcə hər bir futbolçunun bir mental olaraq, Azərbaycan mentaliteti olaraq bunu yaxşılaşdırmaq, yəni bu bizim futbolumuzdakı gələcəkdə ən vacib amillərdən biridir. Ki, bu cəsarət olmasa, bu mübarizə olmasa, sona kimi dayanıqlıq, dözümlük olmasa, biz istənilən səviyyəyə gəlib çıxa bilmərik. Əfsuslar olsun ki, mən keçən dəfə ilə səhvimizə Hacı dünənki oyundan sonra elə Ajax'ın oyundan sonra sual verdi, üstündən başqası bəlkə də. Ki, bizim akademiyadan sual verdi, Hacısan idi, ki, biz çox fərq var, çox həddindən artıq. İnanın ki, Avropa elə bir detallara girir, elə bir detalları yaxşılaşdırır ki, yəni biz hələ düşünmürük o barədə. Fərq çoxdur, amma buna baxmayaraq mən çalışıram ki, istənilən oyunda ki, ən azından siz kənardan o dediyim kimi azarkeşliyinizi eləyə biləsiniz, ən azından o inamı sizdə saxlaya bilək ki, ən azından sona kimi siz güvənəsiniz bizə, siz o futbolu yaşayasınız. Qaldı ki, digər bu ilk nominasiyaya bir daha bir təşəkkür edirəm və baxdım elə ilk Cənab Prezidentin təbriklərinə baxdım, yəni yenə məsuliyyətimiz qalxır, məsuliyyətimiz artır və elə sən də sizdən Latif müəllimlə əvvəldən dediniz ki, yox, biz də sizdən tələb edəcəyik və yenə deyirəm ki, haqqınız var. Biz bu vətənin övladlarıyıq, yəni biz hər bir tənqidi bir övlad kimi qəbul edirik, hər bir fikrinizi yenə də bir Azərbaycanlı kimi, bir övlad kimi qəbul edirik və biz həmişə düşünürük ki, başda mən olmaqla bu fikirlər, bu düşüncələr hamısı mənim xeyrimədir və bizim kollektivin xeyrinədir. Və biz yenə də bir Azərbaycanlı kimi, mən olaraq, klub olaraq, futbolçular olaraq, bir Azərbaycanlı kimi çalışırıq ki, daima öz üzərimizdə çalışaq, işləyək, işimizi daha da yaxşılaşdıraq və bilə-bilə ki, qarşımızda daha böyüklər gəlir, daha güclülər gəlir, amma o cəsarət bizdə var ki, məğlub olsaq da biz onlardan çəkinməyəcəyik. Biz yıxılarıq, durarıq, amma sınmarıq. İnşallah çalışacağıq ki, daha yaxşı olmağa və mən həmişə, ümumiyyətlə son vaxtlar bizim, belə deyək, düşüncələrimizi elə bizim son 44 günlük müharibəyə gətirib çıxarıram, hansı ki, illər boyu sanki kənardan baxanda ki, biz aciz görünürdük. Amma biz aciz görünmürdük. Biz, yəni, hansı ki, başda Cənab Prezident olmaqla elə bir formada, elə bir işi gətirib çıxarırdı ki, o günü biz əldə edə bilək. Yəni, kənardan baxırdılar, bizə də məsələn, biz də gedirdik Qarabağ olaraq, səfərdə özünüz görmüşsünüz ki, gəlib düşmənlərimiz stadiona girirdilər, kimsə dəfə bayraq qaldırırdı, deyirdilər, gülürdülər, amma bilmirdilər sonunda nə olacaq. Sonu o idi. Yəni, biz də istədik ki, biraz bu kiçik işimizi daha da möhkəmləndirək ki, sonunda ən azından ayaqüstü dura bilək və dediyim kimi bütün xalqımıza təşəkkür edirəm, hər birinə təşəkkür edirəm ki, bizlərlə daima olursunuz, hansı ki, dediyim kimi rayonda, kənddə işıq olmur, hisslənirsiniz, yəni futbola o vəziyyətdə baxırsınız. İnanın ki, biz bunların hamısını düşünürük, hamısını görürük. Çünki biz özümüz elə oradan çıxmışıq, biz özümüz o lampa işığında böyümüşük. Biz o kasıbçılığı görmüşük, belə gəlmişik, hamımız görmüşük bunları. Dərs oxumağa otururduq, belə spiçka ilə bəsini görsəm, dərs oxuyurduq, yandırırdıq, bəzi misalları həll edirik. Elə həyatımızın ləzzəti də budur. Hər şey, hər tərəf işıqlı olsun, daima qalibiyyət olsun. Nə olur, nə maraq olacaq Natiflər? Kim danışacaq, kim açılayacaq, kim tənqid edəcək. Yəni, bunların hamısı normal, inanın ki, mən hər şeyi normal qəbul edirəm. Və mən təsəvvür edin ki, maşında gəlirəm, son vaxtlar ümumiyyətcə, yəni bu həddini artıq çoxalıb. Görsəm, sağdan biri siqnal verir, o mənim salam necə, soldan biri siqnal verir, mən sizə təşəkkür edirəm, sizə onlar az verəm belə. Yəni, mən negativ heç nə görməmişəm. Mən bu xalqım haqqında, millətin nə cür negativ bir şey düşünə bilərəm. Bunlar sadəcə yazılardır, indi hansısa bir yazı çıxır ortaya, görsən nəsə olur. Amma inanın ki, mən yenə deyirəm ki, mən həmişə xalqımla, mən həmişə sizlərlə və mən
həmişə çalışacağam ki, məğlub olsaq da həvəsdən düşməməyə, çəkinməməyə, qorxmamağa və elə hamının üzərində getməyə. Təşəkkür edirəm hər birinizə. Özel bir toplumuz var bugün için. Biraz təqvimimizi şirin. Cemil Yazgan 5. Bir dəfə də zəhmət olsun foto video üçün. Bir də alqışlayacaq dostlar. Təbrik edirik. Və uğurlar davam olsun. Əsas nəticə stabil nəticəni qurmaqdır.